Gəncədə bir sıra problem sakinlərdə ciddi narahatlıq doğurur. Şəhəri ikiyə bölən Gəncə çayı mövcud vəziyyəti ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, çayın bəzi hissələri demək olar ki, tamamilə quruyub. Ətraf ərazilər isə baxımsız vəziyyətdədir. Kadrlarda çay məcrasının hər tərəfinin qamışlıqla örtüldüyü, ərazidə uzun müddətdir təmizlik və abadlıq işlərinin aparılmadığı görünür. Çayın dərəsi ciddi şəkildə aşınıb və artıq yaşayış evlərinin hasarlarına qədər yaxınlaşıb. Bu vəziyyət sakinlər üçün real təhlükə yaradır. Bundan əlavə ərazidə yerləşən kiçik körpünün də vəziyyətinin qənaətbəxş olmadığı diqqət çəkir. Körpünün konstruksiyasının aşınması, istismar üçün təhlükəli vəziyyətdə olması iddia edilir. Problemlər bununla bitmir. Gəncə şəhərinin müxtəlif ərazilərində göndərilən fotolarda yolların bərbad vəziyyətdə olduğu, asfalt örtüyünün sıradan çıxdığı, səkilərin dağıldığı və yağış sularının yollarda kiçik gölməçələr yaratdığı açıq şəkildə görünür. Bu isə həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirir. Sakinlər deyir ki, bu vəziyyət uzun müddətdir davam edir, amma problemlər hələ də həllini tapmayıb. Şikayət TV olaraq məsələni diqqətdə saxlayırıq.